Bu pul sənə veriləndən sonra egoya mı xidmət edəsən? Yenə deyirəm, o digərləri kimi mənfiyə mi xidmət edirsən, yoxsa müsbətə mi? İndi burada mənfi, əslində biz bu günə qədər mən pulu qazanacağam sözünü heç də mənfi bilməmişik. Bizə görə normal, düzgündür. Amma sən demə bunun içində bir təkəbbür yatır. Təkəbbür bu orada. İndi yaxşı, pulu qazandı. Pulu qazanandan sonra yenə də bilməyəcək hansı tərəf düzdür. O artıq bilirsiniz, bu üzrə seçimlərə bağlıdır ümumiyyətlə. Niyə seçimlərə bağlıdır? İlahi sistem və kainat sistemi, orada hər şey enerjidir, frekansdır, dalğadır. Orada konstitusiya, doğru, yanlış, mentalitet yoxdur. İnancdır. Asıl ol. Yəni kainat baxmır ki, bir qız öz dırnağına Allah qoyub ya qoymuyor. Ona elə şeylər maraqlı deyil. O frekansla işləyir. Kim ki yaradanın bolluq enerjisinə kodlandığı anda şık işləyir, axır ona. Və ona görə seans və təlimlərdə bunu eləyirik. Sonra ona görə sizə o qədər yazırlar ki, Murad bəyi çağırın. Niyə? Qoşulanlar düzəlir, gedir öz qardaşına, bacısına, qonşusuna deyir. Onlar da daha çox Muradın videosunu istəyirlər ki, bizə də gəlsin də bu enerji. Aynen.